Zəngəzur dəhlizi ilə bağlı sülh Türk dünyasına nələri qazandıracaq Əvvəl onu qeyd edeyim ki, dəhlizi? haqqında bəhs etdiyimiz sülh müqaviləsində Zəngəzur dəhlizi ilə bağlı məsələ bənd olaraq salınmayıb, o çıxarılıb. Amma Azərbaycan bu məsələdə prinsipial mövqeyi var. Biz 2020-ci ilin 10 noyabr sənədinin işlər vəziyyəti olmasını istəyirik. Xüsusilə 9-cu bənd məhz Zəngəzur dəhlizi ilə bağlı məsələlərdir. Söhbət Ermənistan və Azərbaycan arasında kommunikasiya, nəqliyyat əlaqələrinin bərpasından gedir. Başqa adı altında Zəngəzur dəhlizindən gedir. Və Zəngəzur dəhlizi orta dəhlizin, məşhur orta dəhlizin mühüm komponenti ola bilər. Orta dəhliz deyəndə Çindən gələn malların Mərkəzi Asiya ölkələrinə daxil olur. Mərkəzi Asiyanın xüsusilə Qazaxıstandan, Xəzər dənizindən gəlir Azərbaycana. Azərbaycandan Türkiyə və Avropa bazarına çıxır. Bax, budur orta dəhliz və strateji əhəmiyyətdə çox böyükdür. Və indi təsəvvür edin ki, Zəngəzur dəhlizi işə düşsə, bu həm avtomobil yoludur, bu dəmir yoludur. Deməli, haqqında bəhs etdiyimiz nəhəng yüklər həm də bu yolla Avropa bazarına çıxa bilər. Çıxa bilər və bu baxımdan onun strateji əhəmiyyəti var. Azərbaycan bu halda uduşlu vəziyyətdədir, Ermənistan da uduşlu vəziyyətdədir. Çünki iqtisadi blokadadan çıxır və artıq maddi durumunda xeyli irəliləyiş ola bilər. Və həm də ki, bizim üçün strateji əhəmiyyəti odur ki, Türk dünyasını Zəngəzur məsələsi ilə, Qərbi Zəngəzur Azərbaycan almaqla 1920-ci ilin noyabr ayında Türk dünyasını parçalayıblar coğrafi nöqteyi nəzərdən. Bax, onun bərpası, bu Zəngəzur dəhlizinin işə düşməsi nəticə etibarilə bunun dediyim kimi strateji mənası və əhəmiyyəti də var və buna təkcə bir iqtisadi hadisə kimi yanaşma olmaz. Böyük siyasi çəkisi var, siyasi yükə malikdir və Azərbaycanın da prinsipal mövqeyi var. Cənab Prezident dəfələrlə söyləyib ki, biz Zəngəzura, biz Atababa yurdundan tankla deyil, biz avtomobillə dinc yoluna gəlmək istəyirik. İstənilən halda biz onu edəcəyik. Yəni, Ermənistan 10 noyabr məğlubiyyətindən, Ermənistan 2-ci Qarabağ müharibəsindəki kapitulyan statusuna enməyindən nəticə çıxarmadı, dərs almadı. 2023-cü il antiterror əməliyyatının üz-üzə qaldı və ikinci dəfə kapitulyasiya haqqında imza atmalı oldu. 2 dəfə biabırçı məğlubiyyət. İndi Ermənistan 3-cü dəfə oxşar aqibəti yaşamaq istəmirsə, Zəngəzur dəhlizinin dinc yolla açılmasına şərait yarada biləcək real addımları imza atmalıdır.